Lalə xanım, biz möcüzəvi aparatlardan danışaq. Az öncə kəkələmədən dedik, kəkələmədən danışaq. Mən gətirirəm uşağı, məsələn, görürəm ki, evdə kəkələməsi var. Təbii ki, sizə müraciət edəcəm ilk növbədə psixologiya mərkəzlərinə və psixoloji xidmət danışılırsa, biz Narınc Psixologiya Mərkəzinə inanırıq, güvənirik. Gəldik, bu aparatlardan istifadə etdiniz. Mənim uşağımın kəkələməsini bir dəfəlik yox edə biləcəksinizmi? Yoxsa sizin yanınızdan gedəcəm, sabah bir hadisə baş verəcək, təkrar mı geri qayıdacaq, izini qoyacaqmı? Möcüzəvi aparatlar və kəkələmə barədə zəhmət olmasın. Lalə xanım, ümumiyyətlə kəkələmə son dönəmlərin aktual problemlərindən biridir. Amma ki, hələ də çox qəribədir ki, cəmiyyətimiz üçün qaranlıq qalan bir mövzudur. Çünki hələ də övladı kəkələyən bir ana, nənə uşağı qolundan tutub, əgər necə deyək o, qorxuluq çıxartmaq yerlərinə, çıldaqlara aparırsa, demək ki, bizim bu qədər danışdıqlarımız, profilaktik apardığımız söhbətlər hələ ki, kifayət deyildir. Ona görə də təkcə burada aparat deyil, mən bunu təkcə aparat vasitəsilə deyil, ümumilikdə psixoloji, logopedik və kompleks aparat müalicəsi vasitəsilə həyata keçirilən seanslar, bəli, uğurlu nəticələr verməkdədir. Bunu təcrübə sübut edir. Valideynlər gəlirlər və bildirirlər ki, mən bir ilə yaxın getmişəm, mərkəzlərdə təlim prosesində olmuşam, amma övladımda düzdür, keçmişdi kəkələmə, amma yenidən geri qayıtdı. Bu nə ilə əlaqədar olur? Bu onu göstərir ki, uşağımıza düzgün, yəni kompleks yanaşma olmayıbdır. Ya aparat yanaşması olsun, ya logopedik, ya psixoloji, ya da ki, burada farmakoloji dəstək də çox önəmlidir. Bunlar bir tərəfli gedərsə, bəli, effektsiz olacaqdır və geri dönüm olacaqdır. Yox, əgər biz kompleks müdaxilədən söhbət gedirsə, bəli, bu zaman köklü müalicə gedəcək. Çünki kəkələmə ortadan qalxa bilən bir haldır və geri dönüm olmayacaqdır. Bir də nəzərə alaq ki, kəkələmənin fonunda, kökündə psixoloji nədənlər dayanır. Mütləq şəkildə bəzən deyirlər ki, logopedik dəstək kifayətdir, amma psixoloji tərəflər öz həllini tapmayınca bu məsələ ortadan qalxmayacaq. Tamam, bir dəfəlik çarə üçün hər tərəfli yanaşma lazımdır ki, Narınc Psixologiya Mərkəzlərində bu edilir. Bəli. Təşəkkür edirəm mən sizə, Lalə xanım, minnətdaram. Əslində, Lalə xanım çox doğru vurğuladı və yaralı yerə toxundu ki, bu qədər mübarizə aparırıq, bu qədər maarifləndirmə aparırıq, yenə də hansısa bir çıldaqla, hansısa bir çöpçüylə, indi deməyim sərt formada, çünki zaman-zaman olur ki, bizim ətraflarımız, özümüz belə bu üsullardan istifadə etmiş oluruq, amma valla kəkələməni dediyi kimi kompleks yanaşma olmasa müalicə etmək çətindir.